Burada demək olar, burada sıralanmış mövzuların hamısı var. Object pooling falan da işlətmişəm. Bir dənə scriptable objects yoxdur. AI navigation yoxdur. Bu yoxdur. Qalan hamısı məncə var. Deməli, bu proyektdə main menu olan sinə keçirik. Başladığında, yəni belə sadə bir menyudur. Play-ə basırıq. Bu bizi sırası atır bu sinə. Burada biz coinləri yığırıq, count çoxalır və bu qırmızı şeylərə dəyməməyə çalışırıq. Deməli, burada mən object pooling işlətmişəm. Burada gördüyünüz kimi, elə bil ki, oyun başlayan kimi 20 dənə coin, 20 dənə də obstacle şey olur, necə deyim, pool olur. Sonra o pooldan elə bil ki, bu coinlər gedirlər, bu divara dəyəndə hide olur yenə və for loop-la da elə bil ki, bunlar arraydə listə saxlanılır. O listə hər dəfə coin elə bil ki, spawn eləyəndə yoxlayır ki, hansı hide olursa, hansı indi disableddirsa, onu pooldan çıxardır. Deməli, obstacle-la coin pooldadırlar. Wall trigger eləyir bu coin-lə bunu. Elə bil ki, belə sonsuz getməsinlər də, yox olsunlar təzədən. Deməli, bizim playerimizdə animasiya da var. Bunu şeydən götürmüşdüm. Adobe Mixamo'dan götürmüşdüm. Deməli, bu qırmızı kvadratlardan deyəndə uduzuruq. Skriptlərə keçəndə isə burada nə var? Deməli, bu ikisi prefabdır, coin-dən obstacle. Animasiya üçün animasiya sadəcə elə bil ki, idle animasiyası kimi qoymuşam. Sinlər biri menyudur, biri game'in özüdür. Skriptlərdən də bu poollar üçün skriptdir. Pool əvvəl işlətməmişdim. Bu proyektdə ilk dəfə idi. Deməli, pool üçün burada amountdur, game object, bu coin prefabdır. Bu listə poolun özüdür. Bu coin poolu public static vermişəm ki, məsəl üçün coin scriptdə biz onu şey eləyəndə, spawn eləyəndə işlədə bilək. Burada coin script yox, coin spawner'da. Deməli, coin spawner'da biz bunu spawn eləmək üçün coin pool'u götürürük. Burada get pooled object function var. Bunu çağırırıq və bu pool'u elə bil ki, spawn eləyir. Sonra menü falan rahatdır. Wall trigger. Qalan kodları məncə o qədər də başa salmalı bir şey yoxdur. Belə yerdə qalan indi hələ indiyə qədər baxmadığım bir dənə terrain sistemdir. Ona da videolarda baxmışam. Hələ proyektdə işlətməmişəm. Bir də scriptable objects'dir. Bunları da eləyib göndərəcəm. Qalan hamısını eləmişdim. Sağ olun.